Photoshop'un bugünkü dərsində crop tool aləti, şəkillərin arxa fonunun rənglənməsi və şəklin müəyyən hissəsindən rəng tonunu seçmək haqqında məlumat verəcəm. Crop tool aləti vasitəsilə şəklin istədiyimiz hissəsini yenə kəsə bilirik. Bunun üçün sadəcə aləti seçirsiniz və şəklin istənilən hissəsindən tutaraq müəyyən hissəyə doğru getirirsiniz. Daha sonra isə Enter ilə təsdiqlədikdə şəklin müəyyən hissəsi qalmış olacaq. Ctrl-Z ilə isə şəkli tam əvvəlki halında saxlamaq mümkündür. Digər bir seçim alətimiz daha çox fiqurlar üzərində iş görmək üçün istifadə olunur və yuxarı hissədə bizə 2 fiqur verir. Deyək ki, belə bir boş ağ səhifəmiz var və mən həmin səhifəyə hər hansı bir şəkil seçim edib daşıyıram. Digər dərslərdə bu seçim aləti haqqında məlumat vermişdim. Seçimi etdikdən sonra birinci aləti seçib, üzərindən tutaraq istədiyimiz səhifəyə daşıya bilərik. Ctrl-T vasitəsilə isə istədiyimiz ölçüləri əlavə edib, şəkli müəyyən hissədə yerləşdiririk. Daha sonra isə qeyd olunmuş işarəni aktiv edirəm. Mən buradan dairəni seçmişəm və ekranda belə bir dairə çəkirəm. Dairəni çəkdikdən sonra yenidən Move Tool alətini aktiv edirik və şəklin üzərindən tutaraq onu dairənin içərisində yerləşdiririk. Dairənin içərisində yerləşdirdikdən sonra bu formada şəkil daşımaq olur. Əgər istədiyiniz ölçüdə deyilsə, Ctrl-T vasitəsilə yenidən şəklin ölçüsünü dəyişərək dairədə tənzimləyə bilərsiniz. Belə olduqda artıq şəkil dairənin içərisində qalmış olacaq. Ən sonda mütləq Enter və yaxud da qeyd olunmuş təsdiq işarəsinə bir dəfə toxunmaq mütləqdir. Backspace vasitəsilə isə bunu yenidən ekrandan silirəm. Digər bir alətimiz şəklin müəyyən hissəsindən rəng tonu seçmək üçün istifadə olunur. Sadəcə işarəni aktiv edib şəklə yaxınlaşırıq və müəyyən hissədən rəng tonunu seçirik. Bu formada seçdiyimiz rənglər həm ekranda görülür, həm də aşağı hissədə olan rəng panelində qeyd olunur. Diqqət etsəz, mən hər dəfə rəngi aktiv etdikdə burada da qeyd olunacaq. Seçdiyimiz rəng tonu uyğun olaraq şəklin arxa fonunu rəngləyə bilərik. Bunun üçün ilk öncə şəklin özünü aktiv etməliyik. Mən burada olan alətdən istifadə edəcəm. Bu alət vasitəsilə daha rahat seçim etmək olur. Şəkili seçdikdən sonra, əgər şəklin özünü rəngləmək istəyiriksə, birbaşa Brush Tool alətini seçirik və aşağıda qeyd olunmuş rəngdə aktiv qalır. İstəsəniz bu bölməyə daxil olub digər rəng tonlarından da istifadə edə bilərsiniz. Və sadəcə sol düyməsi vasitəsilə müəyyən hissəni rəngləyirəm. Bu formada olduqda şəklin özü rənglənmiş olacaq. Amma biz şəklin arxa fonunu rəngləmək istəyiriksə, bu zaman şəkil seçdikdən sonra Ctrl-Shift-I düyməsinə bir dəfə toxunmalıyıq. Şəklin arxa fonunu aktiv etməliyik və daha sonra yenidən şəkli rəngləməliyik. Belə olduqda artıq şəklin özü yox, şəklin arxa fonu rənglənmiş olacaq. Ən sonda işimiz bitdikdən sonra Ctrl-D vasitəsilə şəkli mütləq aktivlikdən çıxarırıq. Brush Tool alətinin öz içərisində fərqli seçim etmək üçün qələmlər verir. Bunlar hər biri istifadə oluna bilər. Ən çox istifadə olunan isə ilk qələmimizdir. Buradan məsələn pensel vasitəsilə yenidən qələm seçə bilərəm. Hətta bu seçimi sağ düymə vasitəsilə də etmək olur. Burada da qələm seçimlərimiz olduqca genişdir. Dairənin ölçüsünü tənzimləyə bilərik. Belə olduqda daha fərqli qələmlərdən də istifadə etmək mümkündür.